Salamlar. Necəsiz sizin üçün darıxmışdım. Bugün maraqlı bir yerə gedəcəyik. Çox zaman kişilər qadınların hazırlanmağını gözləyir, bizdə isə tərsinə olur. Sübutdan ki, baba. Mən hazıram. Mən hazıram. Tural hələ 3 saat da oynayır, baba. Hayata bayaqdan deyirəm, çıxaq deyir ki, yox, gözlüyüm çəkim. Yalancı. Balaca blokçu. Balaca yalancı. Balaca blokçusan. Neyse, sənin tripodunu bayaqdan axtarır. Hə, Yusuf, mən dünən gecədən qovmuşam onun qapının ağzına. Mən də gecədən çıxmışam, mən işdəyim. Gedək. Dəqiq gəliblər. Gedək, Turalın dostu gəlib. Xaricdə o Casey Nice-da çat gedir. Turalın dostu biz tərəfdə yaşayır. Harasa getdikdə çox zaman eyni maşında gedirik. Yox, mən dəxli yoxdur, gəlmə sən sən. Benim maşın mənimdir, deyəsən maşın kimin diyorsun, şah arxasında çıxınca orada. Baxdım. Peki. Sən şirinsən? Sən gözəlsən. Ne edirsən? Sən ne edirsən orada? Qatar gəlir uzaqdan. Neydi mahnının adı? Kar da yağır, kar benim. Havacı. Ala neysen? İşte sen ne edirsən balam? Ala neysen? Gətirirlər, küları bir arada sürüşür buralar. Kaç adamlar sürüşür, elə billə binada sürüşür. Oralar Gəlmişik Bakıxanova Həsənin nənəsi ilə qoyaq. İsa oğlunu yuxarı apararkən biz də dedik buraları gəzək. Burada sizin də reklamınız olur. Sirap bu videonun sponsoru ola bilərdi. Bizdən yaxşı sizi suları reklam edən olmayacaq. Mən istəmirəm sirap. Birincisiyə Sirap 70 qəpik daha götürək yoxsa? 2 sirap, 2 kahve. Əlim ölür. Bir də danışım hekayəni. Danış. Bizim təzə doğulanda səni aparmışdım. Qazastanova. Orada gördüm yuxarıda çəkisindən kondisioneri vururlar divara. Nəsə ürəyimə damdı. Falan da balacaydı. Həmişə belə baxırdım ki, üstdən nəsə düşər eləyər görürüm. Gördüm orada çəkisindən işləyirlər, keçmədim. Biraz keçdi, böyle durdum belə, ki bəlkə dayananlar mən keçim. Dayanmadılar, bir də gördüm çəkis qulpundan qopdu, düşdü aşağı. Ona görə ehtiyatlı olun binaların altında gəzəndə. Həmişə belə başım yuxarıda gəlsin. Binaların altında gəzəndə ehtiyatlı olun. Nümunə olur axı, isə influencerdir. Heç nümunə olmasın. Biz indi gedirik. Oyunumuz qımdan öncədir. Xanımı götürürük, hə? Hanım özü gələcək. Özü gələcək. Geçsək, daha çok geçsək. Hem de o taraflarda da. O da indi çıxsa satacaq, indi satacaq. Bak, xoşum gəldi buradan. Sola dön. Ama xoşum gəldi. Çünkü parkofla problemi yoxdur. Heydər Əliyev adına İdman Sarayı. Sola dön. Sola tut, o. Ağıl baxımı yaxşı deyil, xoşum gəldi. Salam əleykum. Necəsən? Necəsən? Nasıl belə görüşürük? Gedək. Giriş oradan olmaz. Buradan yoktu, buradan yoktu. Geç. Buz arenaya gəldik. Bura bayram günləri də daxil olmaqla hər gün işləyir. Gəlin sizi qiymətlərlə də tanış edim. Həftə içi yarım saat 15 azen, 1 saatı 20 azen, həftə sonu yarım saat 20 azen, 1 saatı isə 25 azen. İçində baxıl. Bunları giyinəcəyik biz. Sən bizdə necə bağlayır? Əla bağlamısın. Bu qiymətlərə daxildir kanki, diz və dirsək qoruyucuları və kaska. Sağ yaxşı oldu. Sol biraz boş oldu. Əşyalarınızı qoymaq üçün kodlu şkaflar var. Sən İsa keç, sonra mən keçim. Kameraman yaşıma var. Kameraman.
Biraz sizdə qalır. Hə, çox sağ ol. Gəl. Şentome. O soğumuş ama. Uydu, bu nədir? Buzlayıcı. Əgər tez tərləyən biri deyilsinizsə, bura gələndə əyninizi qalın geyinin. Həm içəri soyuq olur, həm də yıxıldıqda zədə almayasınız deyə. Sen sal bura bunda rahat çekin. Ağır da oyna. Həmçinin corablarınız da qalın və uzun olsun ki, kanki sizi sıxmasın. Tural rolik sürməyi bacarır deyə kanki sürmək də onun üçün rahat oldu. Xanım, İsa, mən isə burada ağıllı başlı əziyyət çəkirik. Bunlara bak, sürənmirlər. Amma Tural müəllim həmişəki kimi belə şeylərin ustasıdır. Hop, 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 hop. Bunlara baxaq. Haradadır bizimkilər? Mən təxmini 15 il, bəlkə də daha çox olar ki, kanki sürmürdüm. Yadınıza gəlirsə, o vaxtlar yeni il ərəfəsində bulvarda buz meydançası açırdılar. Həmçinin elit ticarət və əyləncə mərkəzində də buz meydançası vardı. Həmin yerlərdə kanki sürməyə gedirdim. Səhv etmirəmsə, Megafanda da olmalı idi. Orada da sürmüşdüm. Sonra deyəsən oranı bağladılar. Həyəcandan var. Gör çəkiliş gedir, narahat olun. Yıxıl izləyicilər baxsın. Yıxıl izləyicilər baxsın. Balaca sənə kömək eləyir. İsiyə bayaqdan kömək eləyir o uşaq. Hə, İsiyə kömək eləyir bayaqdan. O İsa'nın şeyidir, treyneridir. Yıxılıb deyəsən. Bir uşağı öyrədir. Bax, yalanla əslində özü öyrədir. Baba, bir uşağı öyrədirsən. İsa, sən uşağı öyrədirsən, uşaq səni. Ay İsa, sən uşağı öyrədirsən, uşaq səni. Bir dənə də yıxıl. Yeriməyin yolu yıxılmaqdır. Bir dəfə yıxıl heç nə olmayacaq. Allah. Gülarə xanım yerə dəydikdən sonra. Belə ye. Tamam, belə deyil, belə deyil. Yaxşı ki, burada könüllülər var idi. Hər dəfə kim yıxılırdısa, gəlirdilər köməyə. Həmçinin sürmək istəyənə də kömək edirdilər. Yaşıtları şirpələnç saxlayır müəllimin. Müəllim cənnə edəsin. Müəllim o uşaq üçündür. Uşaq sürürəm, nə görmürsən? Yıxılarkən çalışın ki, önə tərəf yıxılın. Çünki arxaya yıxılsanız zədə almaq ehtimalınız daha çox olacaq. Sürməyi bacarmırsınızsa dizlik, dirsəklik mütləq taxın. Yıxılanda çox incidir. Bura qədər yaxşı gəlmişdi. Əzizlər başlıyor. Dəniz Karabazar. Yəqin ki, arxadakı səsi eşidirsiniz. Kimin vaxtı dolurdusa adlar çəkilirdi. Və tez bir zamanda meydançanı tərk etmək lazımdır. Əgər uzun müddət qalsanız cərimə olunacaqsınız. Grup yaşında gələn şəxslər bir yaşında Sənin üçün orada play, pause eləyir. Bu tam çəksin və salam. Bu özü kəsəcək. Çəkilmir. Sən durmaq istəmədin ya, gələcək. Bilal Hasanov, İsmail Mərəcəv, Aylin İsmailova, Sevdan Məmmədzadə, Rahman Bu videolara baxanda özümə o qədər gülmüşəm ki. Fərqinə vardım ki, buzun üstündə bu aralar məşhurlaşan pingvin kimi gəzirəm. Şöyle bir sen eyle. Biraz bak. Biraz belə-belə gedirəm, bir belə, bir Yok belə. bir sen eyle. Biraz öğrendin sonra gördün gediriye bak. Biraz sola ver ayakma, biraz kalktırma. Ama tam kaldırma da. Öyle mesela göstereyim ki biraz sola ver gücü. Öyle bir yat solun üstüne sonra sağın üstüne bak. 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 Yıkılasın. Usta! Vəziyyət! Maşınımla uçursan öz aramızda. Maşınımla ilə gəlirəm. İstəmirəm, sürə bilmirəm. Bəyə uşaq verdi mənə, gördüm yox, narahatdır. Bu
gördüyünüz alətləri uşaqlar rahat sürsün deyə qoymuşlar, amma böyüklər də arada bir istifadə edə bilir. Mən böyüklərə bununla sürməyi tövsiyə etmirəm. Çünki insan bununla sürməyə öyrəşir. Sonra əlindən buraxmaq çətin olur, komfort zonasından çıxa bilmir. Aşağı dolanırıq. Həqiqətən çox maraqlı keçdi. Aramızda ən çox əylənən Tural oldu. Tural bizim yıxılmağımıza gülürdü. Biz də yıxılmaqdan vaxtın necə keçdiyini bilmirdik. Gülarənin son akkordları. Gülarə xanım, vaxtınızdır, bəlkə çıxarsınız? Vaxtınızdır, bəlkə çıxarsınız? Hada bəs deyirəm, vaxtıda gedək, hə? Bəs demədim, axırıncı dairədə vur, gedək. Sən yox ki, səni cərmələyəcəklər, narahat olma. Götür. Tripodu. Neredesin? Elim burada donur ki buradan çıkartmak böyle. Evin kimi istəyirəm. İstemiyorum. Hə? Neredesin ben? Ele göçeydeydim, ele göçeydeydim. Elle sıkıladı. Elə canım rahatda. Üstünə çıxın. Al, götürün. Sən ləzzətlidir, bunun ləzzətini gördəyim. Burada ölür bu dəqiqə. Onu da özüm eləyirəm. Hər yerə on qonuşur. Bankamata zədər hər yerə. De, hamı bilsin. Hə. Aşabank kartına, kapital kartına, Leo banka, hamısında yeni parol. Hanım müəllimə, zəhmət olsa təəssüratlarınızı alaq. Bəyəndim. Xoşuma gəldi. Yıxılmaq istəyən gəldi. Yıxılıb əzim. Tamam, kilip uzağın ağzını düşürüm, mən tərəvə edeceğim. Xoşunuza gəldiysə bəlli. Gələ də. Burada ola gazı verdim, daldalıp o bir maşına dəyəcəkdi, şuvalanda. Az qalmışdı. Bəxti gətirdi. Buz arenadan çıxandan sonra dedik ki, gedək hardasa oturub yemək yeyək. İsa da dedi ki, mən maraqlı bir yer tanıyıram. Gedək bu tabakuya. Gülarə də vlog üçün maraqlı çəkiliş edər. Sağ olsun ki, dostlarımız artıq mənim vloglarımı da düşünür. İsa, axır ki, xoş gəlibsiniz gördük. Hələ. Gəlmişsiniz. Həmçinin onları çəkərkən icazə alıram, heç biri də demir ki, bizi çəkmə. Bu baxımdan da özümü çox şanslı və xoşbəxt hiss edirəm. Telefonun yok da. Ne? Yok. Adım oturup bırakın yok. Bunu da qeyd edim ki, getdiyimiz yerlərin heç biri reklam deyil. Hər birinin pulunu özümüz ödəmişik. Salam verib keçirsin. İndiki zamanlarda da heç bir ədəb ərkən qalmır. Ay ne güzel. Hə, yaxşıdır bura. Oy soyuq. Gedək. Şuların vlogger olduğumu xüsusi bildirmək lazımdır. Bu barda gələndə otelimizdə otağımızı upgrade elədik. Burada da padvala salacaq. Bu da tam tersine. Yaxşıdır, amma bu kimsə seviyorsan. Gözəl görünür. Bəh, bəh, bəh. Gedək ya soyuqdur. Dondum. Bu məkanın 2 dənə giriş hissəsi var. Biri yuxarıda yerləşir, digəri isə bizim gəldiyimiz yerdə. Məkanın ərazisi çox genişdir. Səhv etmirəmsə 5 mərtəbədən ibarətdir. Fərqli zalları var, VIP otaqları. Biz ən üst mərtəbədə yerləşən zalda əyləşdik. Həmçinin banket keçirmək üçün də zalları var. Bu isə yayda əyləşmək üçün olan teraslarıdır. Gəlin sizə əyləşdiyimiz üst mərtəbənin interyerini də göstərim. Bu zalın adını dəqiq bilmirəm. Asiman, Əlincə, Milli, Paxlava, Buta, Qobustan və Steak adında zalları var. Həmçinin uşaq üçün oyun meydançası da var. Salam əleykum. Sifarişlərimizi verdik, turşu istədik. İsagil xırt-xırt badımcan salatı istədi. Bu havada piti yaxşı gedər deyib piti sifariş etdik. Mən heç vaxt xaş, piti kimi yeməkləri sevməmişəm. 7-8 il əvvəl həyatımda bir dəfə risk edib Şəkidə şəki pitisi yedim. O zaman bilmirəm çox acı idim, yoxsa həqiqətən çox dadlı idi deyə şəki pitisi çox xoşuma gəlmişdi. Buna görə də yenidən sınamaq istədim.
Bir də saç sifariş etdik. Saç və təndirdə pişən yeməkləri sevirəm. Burada qiymətlər normal idi. Ümumi 113 manat 30 qəpik ödədik. Gəlir. Girişi, çıxışı necədir? Xanım yatır. İndi də gəldiyimiz kimi dona qaydırıq. Gözüm olsaydı, beğeneyim mi? İsagil bizi evə qoydular. Biz də maşına minib Duyğu ilə Ayazı Şuvalandan nənəsigildən götürməyə getdik. Qızım nənəsigildə qalmağı çox sevir, ona görə hər zaman qaydanda belə şüvən qopardır. Vlogumu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Özünüzdən müğayət olun, hələlik. Ne oldu sana? Kızım. Hangisin? Bana başa durma.